Hər vaxtınız xeyir dostlar. Bu gün mən sizə Varşavada fəaliyyət göstərən Azərbaycanlılara məxsus avtoservisi təqdim edəcəm. İndividual adlı avtoservisdə nə kimi xidmətlər göstərilir və necə göstərilir? Bu barədə danışacağıq, göstərəcəyik. Əvvəlcə avtoservisin administratoru Murad bəylə tanış olaq. Salam, hər vaxtınız xeyir olsun. Sizi yeni açılmış individual servisi təqdim etmək istəyirik və biz burada dəmirçi və boyalama kimi xidmətləri göstəririk və buyurun keçəni tanış olalım. Və hal-hazırda biz indi dəmirçi proseduruna keçirik. Gördüyünüz kimi bizdə bu stapel aparatımız mövcuddur. Hansı ki, ağır qəza şəraitindən sonra bizim yanımıza gələn maşınları biz bu aparat vasitəsilə dartıb və millimetrajı ilə düzəldə bilirik. Maşının yanı zavod vəziyyətinə gətirə bilirik. Hal-hazırda gördüyünüz kimi Corolla bizə gətirilmişdi. Maşın çox bərbad vəziyyətdə idi, arxadan vurulmuşdu. Və bizim ustamız Paşa bəy, o çox gözəl bu işi bacarır. Həm alüminiy üzərində işləyə bilir, həm də ki dəmirçi fəaliyyətini çox gözəl göstərir. Gördüyünüz kimi maşının hər bir yerini zazorların düzəldib, sonra svarka vasitəsilə düzəldəcək və maşının razmeri düz olacaq. Yəni maşın necə olmalı idisə elə də dayanacaq bizdə. Və gördüyünüz kimi bu stapel aparatı ən vacib bir məqamdır bizim servisimizdə. Varşavada hal-hazırda 2 servisdə mövcuddur bu aparat. Dzień dobry, to jest nasz klient, pan Krzysztof. On miał straszny wypadek, jak rozumiecie, ten samochód Volkswagen Jesiego. I teraz ja chciałem zapytać u pana, dlaczego pan przywieźł ten samochód do naszego serwisu? Pan Krzysztof? Wcześniej moja żona miała wypadek i przyprowadziłem i zrobiliście perfekcyjnie, dlatego zdecydowałem się przyprowadzić do was swój samochód po wypadku. Pan pamięta to, co mu zrobili samochód za 2 dni, bo my mamy ten robot, który robi samochód. Tak, no jeden z nielicznych w Warszawie, tak. Gördüyünüz kimi bu gələcək maşındır. İnşallah sabahki başlayacağıq bu ünvə fəaliyyətinə düzəltməyinə. Bizdə iş çox proseduru tez keçir və biz çalışdığımız qədərilə maşınları tez düzəldib geri təqdim edirik. Avtoservisinizi müştərilər nəyə görə seçməlidirlər? Nə üstünlüyü var? Az öncə dediyim kimi, bizdə stapel aparatı olduğu kimi videoda hal-hazırda görsənilir. Bu aparat dediyim kimi Varşavada hal-hazırda 2 ədəddir. Biri bizdədir. Və bu aparatın üzərində biz maşının millimetrajına kimi maşını düzəldə bilirik. Ondan əlavə professional ustalarımız, hansı ki, bəzi ustalar o xidmətləri göstərə bilmir. Bizim dəmirçimiz çox professional ustadır və alüminiy belə üzərində iş apara bilir. Və argon, sadə svarka, onlardan da başı çıxır. Yəni bütün o işləri görə bilir və malyar boyalama işində bizdə fərqimiz nədir hamıdan? Maşın boyalandan sonra talçinometrlə maşını ölçdüyü zaman maşının kraska və boyalandığı bilinmir. Maşını boyayırsan Bəli. və bu deyək ki, zavod Bəli. boyasından fərqlənmir. Bəli. Yəni bu deməyəcəklər ki, bu kraskalanıb, rənglənib deyə. Kraskalanandan sonra toz qalxmasın deyə su o tozu çəkir üzərinə. Və o yüzden maşının üstündə kraskalanandan sonra toz və yaxud da ki, hansısa bir nöqsanlar tapılmır. Və ondan əlavə belə bir xidmətimiz də var ki, qumlama. Maşının ən çox xəstəlik olan yerləri patkremnikdir. Bunu çox gözəl bilirik. Polşanın hava şəraiti ilə əlaqədar və klimat ilə əlaqədar maşının patkremnikləri çox vaxt paslanır. Və bizdə o xidmət var ki, biz qumlama ilə o pası təmizləyirik və dəmirə kimi çıxardırıq. Və ondan sonra onun üzərində iş görülür. Dəmirçi və boyalanma istədiyiniz şəkildə. Servislərdə təhvil təhsilim prosesi çox gec olduğu üçün, məsələn, dəmirçi işi 2 gün çəkir. Bizdə amma bu stapel aparatı olduğumuz üçün, mövcud olduğu üçün biz 2 günlük işi 3 saat içində həll edə bilirik. Bizim ustalarımıza görə və stapel olduğuna görə. Və həmvətənlərimizi dediyim kimi ona görə dəvət etmək istəyirəm ki, çünki əksəriyyət adam maşına çox ehtiyac olduğu üçün kimsə işləyir və yaxud da ki, işinə gedib gəlir və maşını tez bir zamanda geri götürmək istəyir və istərdik ki, gəlsinlər, yoxlasınlar və bütün proseduru özləri də görsünlər ki, maşın tez bir zamanda dəmirçi və boyalanma kimi işi tez bir zamanda təhvil təslim olunur. Göstərdiyiniz xidmətlərin zəmanəti varmı?
Bəli, əlbəttə ki, hər bir gördüyümüz prosedurun zəmanəti var. Bizdə evakuator kimi xidmət də göstərilir. Bizimlə gələcəkdə əməkdaşlıq göstərəcək insanlara evakuator xidməti pulsuz göstəriləcək və biz onunla köməklik göstərə biləriksə, maşını hər hansısa bir nöqtədən maşını götürüb və servisimizə gətirə bilərik. Murad bəy, avtoservis administratoru kimi Polşada olan sürücülərimizə nə məsləhət görərdiniz? Çünki onlar xarici ölkədədirlər, bir çoxları yerli dili, hətta yerli qayda qanunları bilmirlər. Nə məsləhət görərdiniz? Ən birincisi və ən vacibi yol qayda qanunlarına riayət etmək və heç hara tələsməmək, çünki hamımızı gözləyirlər.